bilirəm ki, Samir Piriyevin ruhunun sirayət etməsinin ən birinci səbəbi onun energetik bağlara xüsusən bağlı olmasıdır. Su ilə təmas, su canlı bir orqanizmdir və su bizdən aldıqlarını öz yaddaşında saxlayır. Bəli. Və yaxşısı ilə, pisi ilə. Yaxşısı ilə, pisi ilə. Bəli. Və su energetikasını Samir özü üçün necə tənzimləyir? Ümumiyyətlə, su belə bir, əslində dini inanclarda da belə bir şey var ki, su ilə təmizlənmək, su ilə neynəmək, arınmaq. Hətta bu, çox tanrılıq dönəmində də bu şeylər olub. Ta ki, bizim dinlərin yaranışına qədər, yəni Musəvilik olsun, Xristiyanlıq olsun, İslam dini olsun və s. kimi artıq su ilə bağlı çox məsələlər var. Ümumiyyətlə, su energetikası belədir ki, su, torpaq, hava, od. Bu 4 ünsürdən vaciblərindən biri də sudur ki, o su bizi arındırır, su bizi istənilən bir negativ, aqressiv hala düşəndə nə deyirlər? Deyirlər ki, get bir çim, bir nə bilim, yəni o negativ enerji səndən getsin. Bəzən deyirlər, görürsünüz, həm işığa deyirlər, nura və suya. Bilirsiniz, inanclara görə yəni bu dəyişir də. Yəni ona görə də mən deyirəm ki, su bizim həyatımızda çox vacibdir. Çox vacibdir, ona görə vacibdir ki, bayaq da dedim, təkrar da olsa deyəcəm. Yəni, susuz həyat yoxdur.